Hər birinizi xoş gördük, dəyərli dostlar. Bir neçə gün bundan qabaq bu arxamda gördüyünüz bağı çəkib sizə təqdim eləmişəm. Sadəcə olaraq əmlak sahibi təcili şəkildə satır və pula ehtiyacı olduğu üçün qiyməti saldı maksimum aşağı. 49.000 manata 6 sot torpaq sahəsinin içərisində bu gördüyünüz gözəl həyət evini sizlərə təqdim edirəm. Harda yerləşir? Xırdalan şəhərindən yuxarıda, Saray qəsəbəsində. Yeni Araz Marketin arxa hissəsində 6 sot torpaq sahəsinin içərisində inşa edilmiş orta təmirli həyət evini sizlərə təqdim eləyə gəlmişik. Deməli, çıxarışımızda torpağın təyinatı fərdi yaşayış deyə. Yəni, yaşayış təyinatlı, tikinti təyinatlı, dəyərli dostlar. Kənd təsərrüfatı deyil, xüsusi mülkiyyətdir. Baxın, belə bir bağımız var. Bütün şərait var. Yoxdur, yəni sözü yoxdur, əzizləyicilər. Baxın, görürsünüz, çox səliqəli, çox gözəl. Belə bir gözəl görkəmə malik olan həyət evimizdir. Normal qaydada həyətimizdə malqara və yaxud da toyuq cücəyi saxlamaq üçün damdır. Bağımız raşetka vasitəsilə belə ayrılıb. Orada yay mətbəxdir, ümumi sanitar qovşağı, istilik sistemimiz, kombidi, bütün kanallı xətlərimiz hamısı var. Həyətdə belə də bir gözəl söhbətgahımız var. Bağda da cürəbəcürə meyvə ağaclarımız var. Dəyərli dostlar, bilirsiniz, qabaqdan yay gəlir. Yayda da bu ərazilərdə belə ev tapmaq bu qiymətə sıfıra bərabər bir şeydir. Əsl düşmə qiymətə dediyimiz evdir bu, dəyərli izləyicilər. Görürsünüz, bağımız sizlərə möhtəşəm həqiqətən tikili həyət evini təqdim elədirəm mən. Keçək evin içərisinə. Baxın, bura bizim evin içərisidir. Hündür, quru bir ərazi yerləşir. Bu ərazidə bu qiymətə ev sıfıra bərabər bir şeydir tapmaq. Daxil olarkən bizi belə bir geniş ölçüyə malik olan zalımız qarşılayır. Buradan mətbəx hissəsidir, zalın sol tərəfində. Mətbəxdən də yataq otağına keçiddir. Tam normal qaydadadır. Qaz, su, işıq var, hamısı, şöçkləri, yəni hər bir şey qaydasındadır. Dediyim kimi, sənədlidir. 6 sot torpaq sahəsində tikilmiş gözəl bir həyət evdir. Müəyyən səbəblərə görə işıqlandırması yoxdur, dəyərli dostlar. Amma normal qaydada, normal tikintidir. Keçən həyətdə olan sizlərə mətbəxti də təqdim edeyim. Onu da qeyd edeyim ki, dəyərli dostlar, istilik sistemimiz kombi, şkafın içindədir. Baxın, burada həyət üçün ümumi sanitar qovşağıdır, tam təmir. Həyət üçün mətbəxdir, əlavə böyük bir çənimizdir, su çənidir. Bağda da hər cürə meyvə ağacları var. 49.000 manata bugünkü gündə, bu qiymətə, bu ərazidə heç torpağın yəni qiyməti deyil də. Bilənlər bilir də, burada dəyərli izləyicilər, torpaq neçəyədir? Torpaq qiymətindən çox ucuz bir qiymətə təklif olunur. Sağ olun.